Hər birinizi Pul Sirləri marafonunda xoş gördüm. Öncəliklə demək istəyirəm ki, hər podkastı dinlədikcə sadəcə olaraq bir neçə saniyənizi ayıraraq mənim üçün reaksiyaları qoysaz, bu məni çox sevindirir həqiqətən. Fərqi yoxdur, like qoya bilərsiniz, ürək qoya bilərsiniz. Bu mənim üçün, yəni sanki sizdən enerji almaq kimi bir şeydir və mənə motivasiya verir ki, daha çox podkastlar yazım, daha çox sizin üçün faydalı məlumatlar bölüşüm. Buna görə də bunu mütləq nəzərə alarsınız və reaksiya qoymağı unutmayarsınız. Bundan əlavə olaraq isə pulla bağlı mövzular elədir ki, bəzən insanlar tərəddüd eləyirlər. Əgər indi düşünürsünüzsə ki, vaxtım yoxdur, sonra dinləyərəm və s. Bu bilin ki, daxili tərəddüdlərin nəticəsidir. Buna görə də imkan verməyin ki, tərəddüdlər sizi geri salsın. Sadəcə olaraq gün ərzində 10-15 dəqiqənizi ayırmaqla siz həqiqətən çox şeyin fərqinə varacaqsınız. Pulla bağlı bir çox suallarınıza cavab tapacaqsınız və məqsədim də zaten budur burada. Üstəlik də həqiqətən nəticə verən üsulları sizinlə bölüşəcəm ki, necə eləmək olar ki, qazancımızı artıraq, öz üzərimizdə necə işləyə bilərik. Bunu mən sizə ən sadə şəkildə izah eləməyə çalışacağam ki, hər birinizə maksimum faydalı olsun. Buna görə də baxmayaraq ki, bu marafon ödənişsizdir, istəyirəm ki, ödənişli bir təlim kimi yanaşasınız. Sanki buna pul ödəmisiniz və bir təlimi dinləyirsiniz. Buna görə də çox önəmlidir ki, hər hansı bir işlə məşğul olarkən, yol gedərkən dinləməyəsiniz bu podkastları. Sakit, özünüz üçün dəyərli bir zaman ayıraraq gün ərzində 20 dəqiqə, 15 dəqiqə fərqi yoxdur nə qədər. Sadəcə olaraq bu podkastları fokuslu şəkildə dinləyin. Lazım gələrsə qeydlərinizi götürə bilərsiniz. Bu daha yaxşı olar və ən gözəli isə bu olar ki, hətta zaman-zaman təkrar-təkrar dinləyəsiniz. Çünki bunlar bir dəfə dinləyib keçəcəyiniz məlumatlar deyil. Mən bunları bir il ərzində ödənişli təlimlərdən, marafonlardan, vebinarlardan, yəni həqiqətən bir ilimi alıb bunları öyrənmək, mənimsəmək. Ona görə mən çalışdım ümumi şəkildə, sadə şəkildə izah eləyim, amma yenə də siz maksimum bundan fayda götürməyə çalışın. Əlavə olaraq isə təbii ki, suallarınız yarandıqca mütləq rəy bölməsində yazarsınız. Çünki mən istəyirəm ki, sırf sizin ehtiyaclarınıza uyğun olsun. Sizin suallarınızı cavablayım. Hansı məsələləriniz varsa, bunun həll yönümlü məlumatları paylaşım sizin üçün. Yəni həqiqətən nəticə verən, özümün də sınadığım. Bundan əlavə olaraq isə fikirlərinizi bölüşə bilərsiniz rəydə mənim üçün. İstəsəz mənə şəxsidə yaza bilərsiniz, heç bir problem yoxdur. Əsas odur sizin üçün rahat olsun, faydalı olsun. Əlavə olaraq isə bilirəm ki, hər birimizin ətrafında elə bir insan var ki, maddi durumunu yaxşılaşdırmaq istəyir, bəlkə də şəxsi inkişafa başlamaq istəyir, amma bilmir ki, hardan necə başlasın. Bəlkə də pulu yoxdur təlimlərə qatılmağa və ya pulla bağlı sıxıntıları var, problemləri var. Qısacası, ətrafınızda tanıdığınız nə qədər insan varsa, bacardığınız qədər bu kanalın linkini onlara göndərə bilərsiniz. Bəlkə siz bir nəfərə göndərəcəksiniz, bəlkə siz daha çox ürəyə açıqlıq eləyib, bəlkə olduğunuz qruplarda da paylaşacaqsınız, bəlkə statusda paylaşacaqsınız ki, mən özüm belə bir ödənişsiz kanala qatılmışam, bu məlumatları öyrənirəm və siz də qatıla bilərsiniz. Sadəcə cəmi bir neçə dəqiqənizə alacaq bir şeydir, amma çox önəmlidir. Həm mənim üçün önəmlidir ki, daha çox insana çataq, daha çox insana bu məlumatları vermiş olum, daha çox insana fayda verim. Həm də siz də bir fayda vermiş olursunuz, gözəl bir təşəbbüs eləmiş olursunuz. Ona görə də bu kiçik addımlar həqiqətən böyük nəticələrə səbəb ola bilir və siz nə qədər insanlara fayda versəz, nə qədər yaxşılıq eləsəz, bunu zaten bilirsiniz. Qarşılığı mütləq ki sizə gəlir. Ona görə də mənim dediyim kimi hər şeyi eləsəz, məsuliyyətli yanaşsaz, dəfələrlə bu podkastları hətta dinləsəz, yəni ərinmədən, tərəddüdlərə düşmədən və mənim üçün reaksiyalar qoymağı da unutmasaz, hər şey sizin üçün daha gözəl, daha uğurlu olacağından əmin ola bilərsiniz. Hər birinizə bu yolda uğurlar arzulayıram və indidən təşəkkür eləyirəm ki, özünüzə dəyər verərək bu marafona qoşulmusunuz və dinləyirsiniz məni. Birinci olaraq istəyirəm ki, artıq hər kəs özünə daha yaxşısına icazə verə bilsin. Daha çox maddiyyata, zənginliyə, daha yaxşı yaşamağa, rifaha, qazancın artımına, başqa hansı məqsədləriniz varsa, fərqi yoxdur. Bir çox insanın zəngin olmasına, məqsədlərinə çatmasına bu inanclar mane olur ki, onlar düşünürlər içdən-içə, birdən mən daha çoxunu istəsəm, daha yaxşı yaşamaq istəsəm, bu yaxşı bir şey deyil, bu günahdır, olmaz, haramdır və s. bu kimi düşüncələri yəqin ətrafınızda eşitmiş olarsınız. Amma əgər sizdə də varsa, artıq
Bunu aşmağınız üçün bunu demək istəyirəm ki, əgər bu həyatdan daha çox maddiyyat istəmək günah olsaydı, pis bir şey olsaydı, o zaman Allah bizi maddi bir dünyaya göndərməzdi. Əgər biz maddi bir dünyada yaşayırıqsa, yəni əlçatan olaraq hər bir şey var, lükslar var, istirahətə getmək var, dünyanın gözəllikləri var, pul var, zənginlik, maşınlar, evlər, hər bir şey var. Və əgər bunlar bu dünyada varsa, deməli heç bir limit qoyulmayıb heç kəs üçün. Yəni Allah heç bir limit qoymur bizə ki, sən ancaq məsələn bir evin ola bilər ya da yalnız bir maşının varsa bəsdir, bu qədər qazancın varsa daha çoxunu istəmə. Belə bir limitləri Allah, kainat, heç bir yer, heç bir şeydə qoyulmayıb limitlər. Bu limitlər sadəcə olaraq bizim beynimizdə, bizim düşüncəmizdə və şüuraltımızda olur və bu bizə əngəlləyir ki, məqsədlərimizə çataq. Amma istəyirəm ki, artıq bunları aşasınız və yenə də anlayasınız ki, maddi bir dünyada yaşayırıq və daha çoxunu istəmək, bu həyatdan daha çox maddiyyat götürmək heç də günah və yanlış bir şey deyil. Çünki bu dünyaya göndərilməyimizin də bir səbəbi var. Hər kəs, yəni çox normaldır ki, yaxşı yaşamaq istəsin, qazancını artırmaq istəsin. Məsələn, bir çox insan hələ də belə düşünür ki, bir maşınım olsa bəsdir, bir evim olsa kifayətdir ya da qazancım deyək ki, ehtiyaclarıma çatırsa bu qədər bəsdir. Daha çoxunu istəməyim nəyə lazımdır ki, deyirlər. Amma əslində normalda insan əgər inkişaf eləyirsə, daha rifah içərisində yaşayırsa və xoşbəxt ola biləcək bir durumdadırsa, onun mütləq ki, maddi durumu hər zaman artım içərisində olmalıdır. Yəni qazancı artmalıdır davamlı olaraq. Üstəlik burada vurğulamaq istədiyim bir şey də var ki, məsələn, deyək ki, artıq 6 aydır, hətta 1 ildirsə, qazancınız stabil olaraq qalırsa, bu o zaman o deməkdir ki, şəxsi inkişafda sadəcə olaraq dayanmısınız. Amma əgər daha çox inkişaf eləməyə başlasaz, özlərinizi işləsəz, mənim deyəcəyim üsullarla, o zaman rifahınız yaxşılaşa bilər, qazancınızı artıra bilərsiniz, məqsədlərə daha rahat çata bilərsiniz. Bu mümkündür, bu realdır və çox normaldır ki, siz bunları istəyəsiniz və özünüzü bu düşüncələrlə limitləməyi artıq dayandırın. Sizə istədiyiniz qədər maşın almaq da olar, istədiyiniz qədər ev almaq da olar, istədiyiniz qədər dünyanı gəzə bilərsiniz, tətil eləyə bilərsiniz, çoxlu işlər qura bilərsiniz, gəlirlərinizi istədiyiniz qədər artıra bilərsiniz. Anlayın ki, bu limitlər, yəni sizi saxlayan limitlər sadəcə və sadəcə beyninizdədir və bunu əgər fərqinə varıb dəyişdirsəz, bunları aşsaz, artıq siz məqsədlərinizə daha yaxşı çata bilərsiniz. Bundan əmin olun.